Uşaqlar üçün istifadə olunan əlavə qida yeməklərinin və ləvazimatlarının qiymətlərində artım müşahidə olunur. Ötən nisbətən uşaq yeməklərinin, uşaq qidalarının qiyməti xeyli artıb. Təqribən hardasa 10, bəziləri var ki 20% artıb. Məsələn, elə qidalar vardı ki, daha öncələr qiymətləri 8 manat 90 qəpik idi. Hal-hazırda onun qiyməti 11 manat 90 qəpiyə qalxıb. Bəziləri də varsa, onlarda qida, məsələn, qiymətləri daha çox artıb. Eləsə var ki, hətta 40%-də qalxanı var. Məsələn, elələri vardı ki, əvvəllər onun qiyməti təqribən 25 manat isə, artıq indi onun qiyməti 56 manat olub. Müsahibin sözlərinə görə körpə uşaqlar üçün istifadə olunan ləvazimatlarda qiymət artımı daha çoxdur. Ləvazimatlar onlar daha çox artıb qidalara nisbətən. Əgər qidalarda 10%, o bəzilərində var ki 100% qiymətləri qalxıb. Açığı səbəbini bilmirik. Məsələn, bəziləri var ki, əvvəllər məsələn uşaq ləvazimatları 1-2 manatdan başlayırsa, indi ən minimum başlayan, yəni uşaq ləvazimatı 3-5 manatdan başlayır. Məsələn, burada butulkalar falan varsa, butulkaların qiyməti 10-15 manat üstü ən ucuzu alsa, yəni valideyn 10-15 manatdan məbləğ xərcləməlidir ki, uşağı üçün həm butulka həm ləvazimatı əldə eləsin. Uşaq qidalarının qiymətini Tarif Şurası deyil, bazar şərtləri təyin edir. Konkret məhsul növünün qiymətinin qalxmamasına çalışmaq bir qədər yanlış olar. Həmin məhsulun ölkəyə idxalını stimullaşdıra bilər, həmin idxalı subsidiyalaşdırmaq anlamına gələ bilər ki, bu ölkənin iqtisadi maraqlarına uyğun deyil. Yerli istehsala gəldikdə isə Azərbaycanın resurs potensialı, ənənələri, bazarın özü imkan vermir ki, bütün bu baha olan məhsulları yerdə istehsal edib daha ucuz əldə edə bilərsin. Çünki istehsalın özü təşkil ediləndə cəlb ediləcək avadanlıqlar, texnologiyalar, texnikalar, məhsulun inqrediyentlərinin özü də hamısı xaricdən gələcək və əksinə ola bilsin ki, hansısa uşaq qidasının istehsalı dəfələrlə və daha baha olsun. İqtisadçının sözlərinə görə alıcılar uşaq qidaları alarkən qiymətlərin yüksək olduqlarını düşünürlərsə, ya o məhsuldan imtina etməli və yaxud da öz büdcəsinə uyğun olanı almalıdır ki, burada seçim rasionaldır. Bir məhsul baha gəlirsə və rəqabət məcəlləsinin tələblərinə uyğun həmin subyekt bu idxal prosesini həyata keçirirsə, hökumətin o məhsulun ucuz olması üçün subsidiyalaşdırması ziyanlı prosesdir, səmərəli proses deyil. Sonda isə ekspert onu da bildirdi ki, vergi güzəştinin konkret məhsula deyil, bütün ərzaq məhsullarına tətbiq olunması daha məqsədə uyğundur.